Salam, hər vaxtınız xeyir olsun. Bizi dinləyənlər, izləyənlər. Bu gün yenə podkastımızın, verilişimizin növbəti buraxılışıdır. Bugünkü qonağımız Səidə xanım Ağayeva. Konfliktlərin idarə edilməsi üzrə mövzumuz olacaq. Çox güclü bir, inanıram ki, mübahisələr, sözlər, yəni bunlar aktual, bəli, hal-hazırda yaşadığımız real кейslər nədən ibarətdir? Yaşadığımız həyatda, iş həyatımızda olur bu. Bəzən müdirlər bizi konfliktə salır, bəzən iş yoldaşlarımız salır. Qaçılmaz olmayan konfliktlər var ki, onların içində tapırıq özümüzü. İndi bugün onlardan danışacağıq кейslər üzərindən. Buyurun, birinci öz fəaliyyətiniz haqqında danışın, izləyicilərimiz sizi tanısın. Salam, xoş gördük Nihat bəy, xoş gördük bir daha və bu veriliş uzun zamandır biz gözləyirdik. Qismət bu günəymiş. Zaten bu həftə də xəstələndim yenə səhhətimlə əlaqəli. Dedim həftənin sonunda sağalmalıyam və gəldik. Mən Səidə Ağayeva. Uzun 15 ildən çoxdur artıq HR sahəsində fəaliyyət göstərirəm. İnsan resursları sahəsində 2 təhsil almışam və demək olar ki, insan resursları sahəsində hər zaman öz üzərimdə işləyirəm, sertifikatlar falan. Yəni bu sahəni sevirəm. Ay maşallah. Amma əsas marağım, belə deyim, insan resursları sahəsində hər hansı bir yerə pillələrə gəlmək olmayıb. Düzdür, gəlmişəm, yəni amma heç vaxt olmayıb. Yəni mən sadəcə insanlarla münasibətləri araşdırmışam, insanlarla niyə konfliktlər yaranır, niyə sorunlar yaranır, niyə biz sülh içində yaşaya bilmirik? Axı mən HR-am. Bütün HR-lar özlərinə bu sualları əminəm ki, verirlər. Və bütün rəhbərlər professional insanlar. Bəli. Bəlkə biz sülh içində işləməliyik, biz doğru işləməliyik, düzgün işləməliyik, amma biz nə qədər əmək versək də sülhü yarada bilmirik. Məsələn, öncə kitabımı təqdim edeyim ki, mən yazaram. Mən Kapitalizm kitabı sizə hədiyyə də gətirmişəm burada. Təşəkkürlər. Deməli, bu kitabı oxuyun və bu kitabda sırf konfliktlər necə idarə olunur, neçə cür konfliktlər var və konfliktlər kimlər tərəfindən yaradılır. Və bu kitabda ətraflı izahı verilmişdir. Və mən bu kitabı çox az sayda çıxartdım. Niyə? Çünki bunun ikinci hissəsini yazıram və istəyirəm ki, ikinci hissəsini oxuyanlar da sual yaransın bu Netflix kinolarındakı kimi bir əyləncə yaransın və birinci hissəni axtarsınlar və birinci hissənin satışı. Bunu biz sezon bölsək, bölüm keçə olacaq inşallah. İkinci hissədə isə daha maraqlıdır. Uğurunu bu kapital sisteminə biz necə yarada bilərik? Yəni bildik, problemlərimizi bildik və uğuru necə yarada bilərik olacaqdır. Belə yazaram və öz sahəm üzrə də mütəmadi İnşallah işləyirəm. sizə kitablarınıza, işlərinizə uğurlar arzu edirik. İnşallah həqiqətən əmək bazarı sizin kimi professional yetirlərlə dolub daşar ki, həqiqətən hər kəs haqqı olan yerə gəlib çatar. İlk öncə sualı mən başlamışdım siz. Belə ürəyim dolub daşır. Birinci sualım ondan ibarət konflikt bir təbiət hadisəsi olsaydı əgər, hansı olardı? Savaş. Savaş, heyvanlar arasında savaş. Çox sadə deyim də. Və yaxud çox qəşəng heyvan olduğu bir yanlıq. Əslində biz homo sapienslərik. Kürşad bəyin yeri mənim. Onu çağırsaydıq. Bəli, biz elə ki heyvanlar arasında savaş, konflikt heyvanlar arasında savaş deməkdir. Yəni əgər təbiət hadisəsi izah edilirsə, niyə? Çünki konflikt təşbeh, metafor kimi götürürsə. Bəli. Bilirsiniz niyə? Konflikt elə bir situasiyadır ki, biz orada qarşı tərəfi, necə deyim, enerjisini parçalayırıq, ruhunu parçalayırıq. Nə deyim, onu kiçik görməyə çalışırıq, onu əzməyə çalışırıq. Konflikt budur. Və konflikt yaranmaya bilər bir şirkətdə mümkün deyil. Onda gərək biz cənnətdə yaşayaq ki, orada konflikt yaranmasın. Okey, bəs konflikti ancaq korporativ mühit üzərindən danışmaq istəsək, konflikt hansı hallarda yaranır və hansı situasiyalardan asılıdır? Şəxsidir, yoxsa ümumi iş mənafeyində yaranan konfliktlər var? Biri var, mənim Nihatla hər hansı bir şəxsi problemim var, onu konfliktə keçirirəm və korporativ mühitdə böyük bir skandal yaranır. Biri də var ki, bu işi belə yox, bu cür görək bir konflikti yaranır. Bunların qarşısını almaq üçün biz nə iş görməliyik, HR nə iş görməlidir? Çox gözəldir. Qarşımda həqiqətən də sahənin adamları var. Çox gözəl sual verirsiniz. Gəlin məsələnin kökünə enək. Konflikt niyə yaranır? Yəni konflikt niyə yaranır? Müsbət mənfi. Bitdi. Maraqların alqısı, satqısı bitdi. Yəni demək ki, kimsə maraqları alır, kimsə maraqları satır. Alış-satış prosesləri uyğun gəlmirsə, konflikt yaranır artıq. Yəni biz alış-satış deyəndə o qədər kapital illüziyanın içindəyik ki, fikirləşirik ki, bəli, biz nəyisə aldıq və satdıq. Elə budur. Pul dövriyyəsi varsa alqı-satqı. Xeyr, münasibətlər də pul dövriyyəsinin içərisindədir. İş mühiti də pul dövriyyəsinin içərisindədir və uğur da pul dövriyyəsinin içərisindədir. Siz də uğur istəyirsiniz, Nihat bəy də uğur istəyir. Və o uğur eyni yoldan keçirsə, siz mütləq toqquşacaqsınız və konflikt yaranacaqdır. Amma bəzən bir yerdə hər kəs eyni uğuru daşıya bilər və yaxud da eyni uğuru qazana bilər. Məcburam ki, mən yalnız iş yoldaşımla birlikdə bir konflikt yaşamaya? Bəli. Toksik konflikt sayaq onda bunu. Bəli, toksik konflikt niyə? Çünki baxın, əmək bazarımız geniş olsa da, amma səlahiyyətlər geniş deyildir.
Mühitimiz geniş deyildir və bizim hər zaman istədiyimizi əldə edə biləcək bir ortam geniş deyildir. Bəli, bu gün sosial internet üzərindən biz yaxşı işlər tapa bilərik. Məsələn, deyək ki, onlayn işlər var, xaricdə işlər var. Bunlar bizim mühitimizi genişləndi. Biz fikirləşdik ki, vau, əmək bazarı artıq qloballaşdı. Amma gəlin biz bu proseslərin içərisinə gələndə qısıtlandığımızı hiss edirik və konfliktlərin kök səbəbini tapa bilmirik. Konfliktlər müəssisə rəhbəri tərəfindən yarana bilir, işçilər tərəfindən yarana bilir. Məqsədli şəkildə yaradılır. Məqsədli şəkildə yaradıla bilir, məqsədsiz şəkildə yaradıla bilir. Yəni niyə məqsədli şəkildə bir şirkət rəhbəri və yaxud da ki, əsas birinci şirkət rəhbərindən gedir. Niyə məqsədli şəkildə idarə edər, niyə yaratsın? Bəli. Çox gözəl. Ümumiyyətlə bütün, hətta deyim ən yaxşı belə Avropanın mərkəzində deyə ən yaxşı şirkətlərin adını çəkmək istəmirəm. Ən yaxşı deyək ki, lap bir Ford ölüb gedib dünyadan onun adını çəkir. Ford belə bu gün günümüzdə yaşasa belə o belə konflikt yaradacaqdır ki, onun məsəl üçün insanların məzuniyyətlə bağlı keçən siz paylaşmışdınız. Keçən belə bir maraqlı bir mövzu görmüşdüm. İnsanların məzuniyyətlə bağlı hərəkətində belə konflikt yaratmışdı rəhbərlə işçi arasında. Bu süni konfliktdir və şirkət rəhbəri tərəfindən yaradılan. Bir də var təbii konflikt. Bu da strukturun özündən yaranır. Heç şirkət rəhbəri özü bilmir ki, konflikt yaradır. Yox, təbii konflikti bildik. Amma məqsədli yaranan konflikt bir şirkətə daha da uçurma aparmazmı? Xeyr, uçurma aparmır, tam tərsinə. Rəqabət yarada bilər. Rəqabət yarada bilir. Qıcıq oyadır, qıcıq reaksiyadır. Enerji yarada bilir. Məsələn, siz düşünün. Yəni hər şeyə bir öz işləmək istədiyimiz, görmək istədiyimiz mühitə baxın. Siz düşünün, siz hər gün işə gəlirsiniz, heç kim sizə toxunmur. Siz yavaş-yavaş inkişaf edirsiniz. Amma bu inkişafdan zövq almayacaqsınız. Niyə? Çünki orada savaş olmayacaqdır. Şəxsən zövq alamam. Sakitçilikdə, sülhdə. Yox, sakitçilik müəyyən müddətdən sonra siz inkişaf eləsəniz də sıxılmağa başlayacaqsınız. Niyə konflikt yoxdur? Hər hansı bir KPI sistemi yaradılsa necə? İndi onun KPI-yə gəlirəm. Çox gözəl yerdir. Özünüzü isbat edəcək bir lövhə görməyəcəksiniz. Sizin uğurunuz var, amma insanlar sizi alqışlamayacaq. Sizin uğurunuz var, siz nələrsə yaradırsınız, kimsə sizə təşəkkür eləməyəcək. Çünki konflikt oldu. Müdir də gəlib deyəcək ki, bəli Nihat bəy, siz bunu eləməliydiniz, borcunuzdur. İşə bitdir. Və siz işi orada deyəcəksiniz, mənə dəyər vermirlər. Pul da verəcəklər sizə, iş də verəcək. Aha, dəyər vermir. Bu da onu göstərir ki, insan pula deyil. İnsan dəyərlərə. Yəni çünki bu həmişə deyirəm, bizim içimizdə yüksək ruhdan gəldik. Biz yücə ruhdan gəldik və həmişə də ən yücəsini istəyəcəyik. Və bunu istəmək bizim doğal haqqımızdır. Siz mənə məsələn 10 minlərlə pul verin, amma insani dəyər verməyəndən sonra mən orada mutlu olmayacağamdır. Amma siz mən müəyyən həyatımı deyək ki, balansda saxlayacaq, məni xoşbəxt edəcək bir məbləği verin. Deyək ki, mən kapital sistemdə, kapital dünyanın illüzyanı içərisində. Amma o da bir yerə kimidir. Məbləğ insan üçün bəli, məbləğ insan üçün bir yerə öyrəşəndən sonra yəni bir insan ümumiyyətlə bəli, bir insan təzə maşın alır məsəl üçün, o maşını öyrəşənə kimidir. Onun maşının gözəlliyi, pul məsəl üçün bu gün 100 min də versə bizə, o 100 mini öyrəşənə kimiyik. Bəli. Hərcimizi ona çatdırana kimiyik. Çatdırdıqsa o da qan eləmir. 100% səs üçün istədiyimiz şeyləri aldıq. Biz nəsə daha da bir 200 min və ya da 300 min. Bu zaten razıyam. İnsan elə bir yaranmış xüsusiyyətdir ki, istəsəmiz doymur. Nəfsimiz var, belə deyək. Amma heyvanlardan bizi fərqləndirən böyle şeyler. Heyvan məsələn nə hansı bir yer kimi gedir və dayanır, amma insan dayanmır. Bəli, o zəkadır artıq. Ruhun bizə təqdim elədiyi zəkadır və insanlar da var ki, məsəl üçün rutin işləməyi sevirlər. Yəni deyirsən ki, gəl inkişaf elə, bekarsan Səidə, otur. İnkişaf sağlam rəqabət qoymaq, KPI sistemi qoymaq, hər hansı bir həvəsləndirici bir şeylər yaratmaq olur. Amma nəinki toksik mühit yaradar. KPI-nin özü varoluşu özü bir savaşdır. Sadəcə KPI savaşlarda tərəflərin bir-birinə mənfi təsirini azaltmaq üçün qurulmuş bir sistemdir. Konflikt sistemidir. Mənfi təsir azalır. Müsbət tonus deyək buna. Amma elə rəhbərlər də var ki, misal üçün deyirəm, məsələn mən çox rəhbərlərlə işləmişəm, dövlət müəssisələrində işləmişəm, məsələlərdə işləmişəm. Və mən məsələn rahat bir mühitdə rəhbər özü konflikt yaradır. Niyə? Çünki görür ki, insanlar işə gəlmək istəmir. Məsələn mən HR kimi bir neçə il bundan öncə yaxşı rəhbərim vardı. Biz bir-birimizdən işləyirdik, yəni. Və mən ona deyirdim, falan işçi demotive olur. Onu biraz çünki aşağı qrupda hər şey qaydasına düşmüşdü. Artıq biz orada sila meneceri məsəl üçün mən ilk orada qurmuşdum və sahə ilə deyək ki, ofisi bir-birinə bağlamışdım. Rahat bir mühitdə müdir özü də buna razı idi. Görürdük ki, insanlar demotive olur. Demotive olur və orada da təbii ki, oyunu da HR olaraq təşkilatı strukturda mən qurmuşdum. Bir müddət sonra deyirəm ki, mən bu insanı tərifləyək. Çünki 12 ildir bir müəssisədə işləyir, 10 ildir bir müəssisədə işləyir. Müəyyən bir vəzifəyə gəlib, bilir bundan o tərəfəsi yoxdur. Və alt qrup işçilərini məcbur dəyişdirirdik.
Məcbur. Niyə bu adam bizə lazımdır? Yeniliyə məruz qalsın. Yeniliyə məruz qalsın. Və yaxud da ki, onu narahat edən bir işçini götürürdük, bizə də lazımdır o işçi. Başqa bir şöbəyə, başqa bir rəhbərin alt qrupuna keçirdirdik. Bu kimi oyunlar oynayırdıq. Niyə? Çünki bunu da itirə bilmərəm. HR bu kimi oyunlar oynaya bilməlidir. Həmin rəhbər alt qrupundakı işçi də xüsusi bir Bəzi işçilər fikirləşir, siz oyunlar oynayırsınız, kimsə bir tərəfdən yaxşılıq üçün, amma işçi bir fikirləşir, 100% mən işdən çıxartmaq istəyirlər, oyun oynayırlar. Orada HR artıq burada yumşaq davranmalıdır. Məsələn, soft skilllər var məsələn idarə etmədə. Bəli. Biz orada artıq ona yumşaq davranırıq. Rahat olma, biz səni başa düşürük. Orada artıq mən keçirəm meydana. Güvən qazanmaq lazımdır. Və rəhbərə deyirəm ki, məsələn mən bura qədər gətirdim, burdan oraya sən motivasiyanı ver. Biz bu oyunları qururuq, amma təşkilati struktur yoxdursa, ştat cədvəli yoxdursa, o şirkətdə oyun qurmaq olmaz. O şirkətdə HR-la rəhbər işləyə bilməz. Mən bir çox şirkətlərə baxıram ki, 100% olmalıdır. Vəzifə olmalıdır. Təşkilati struktur və mütləq ştat cədvəli olmalıdır. Məsələn, mən bir çox şirkətlərə məsələn yeni gedirəm, görürəm heç vaxt bu şirkətdə təşkilati struktur olmayıb, ştat cədvəli olmayıb və öz-özümə deyirəm, bunlar necə idarə ediblər? Və baxıram ki, necədir onların idarə etməsi. Deməli, sahədə gələn, yəni müştəridən gələn, mən sahə, yəni iş sahələri deyirəm də, əmək sahəsi. Sahədən gələn, müştəridən gələn və ya da hər hansı bir problemlə gələn işə görə şirkət rəhbəri qərar verir. Və yaxud da ki, hətta izlədiyim belə bir şey oldu. Onu biz deməli məmnuniyyət sorğularında çıxartdıq. Fəhlələr menecerləri idarə edirdi, menecerlər də rəhbər idarə edirdi. Bəs şirkət rəhbərləri və insan resursları əməkdaşları şəxsi problemləri işə daşıyan əməkdaşları həmin problemlərdən qaynaqlanan konfliktləri necə idarə edir? Baxın, rəhbər üçün fərqi yoxdur. Rəhbər yuxarıdan baxır proseslərə. Siz konfliktləri alt qrupda dəyərləndirməmişdən öncə qalxın rəhbərin yerinə. Rəhbər yuxarıdan qartal baxışı baxır bütün proseslərə. Rəhbərə maraqlı deyil səydə şəxsi həyatının problemlərini gətirib işdə konflikt yaratdı, yoxsa ki, işi qaydardı. Səydə konflikt yaratmalı idi, bəli. A nöqtəsi konfliktini yaratdı və deməli rəhbər oradan qazancını aldı. Və qazancını aldı? Rəhbər orada enerji qazancını aldı. Mənfi enerji olsa da digər işçilər həyəcan gəldi. Daha rahat oturdular, daha rahat işlədilər. Məsəl üçün məsuliyyətlilik, məsuliyyətsizliyin qarşısı alır. Məsəl üçün deyirəm, bizdə bir məsəl üçün bir də görsən ki, ağır bir hesabat gəlir. Bu hesabatı verin. Məsələn, mən HR kimi baxıram. Bu hesabat heç kimə lazım deyil hal-hazırda. Və yaxud da ki, bu hesabatı bu niyə yaratıb? Biz bunun başqa bir növünü veririk və oradan informasiyanı gətirə bilər. Niyə belə bir çətin hesabatı və bir də hesabatında bir səs-küy də qalxır. Avtomatik bilirəm ki, yuxarı rəhbər menecmenti yaxşı bilir. Baxır ki, alt qrupda indi kameralar əllərinin altındadır. Boşbekarçılıqdır. Biraz yox, boşbekarçılıq deyil də, biraz artıq belə insanlar işlərini şəxsiləşdirir və şəxsi münasibətlərini qoyur. Peşəkar rəhbərlər burada həmin hesabatlığını salır ortaya. Gedin hesabatınızı verin, görüm hələ iş. Və burada həmin də ortama bir mehribanlıq çökür. Ki, şəxsini qoy qurağa, başqa işə qarşı. Və işə qarşı. Ciddi deyirəm, mən bu rəhbərləri alqışlayıram. Ki, bu rəhbərlər idarə etmədə artıq gördü şəxsi konfliktləri çevirdi işin xeyrinə və onu işdə balanslaşdırdı. Bəzi peşəkar olmayan və ya da karyerasına yeni başlayan rəhbərlər isə sahədəki problemləri şəxsiləşdirir. Məsələn, menecer bundan daha çox qarşılaşırıq. Bəli, məsələn, bu yaxınlarda mənə bir case gəldi. Zəng elədilər ki, Səidə xanım, biz məsələn nə edək? 2-3 gün bundan öncə bir sahədə bir problem olmuşdu. Rəhbər menecer demiş ki, get bunu de. Çünki hamı bilir ki, bu adam da ki, menecer də elə bir adamdır ki, öz inisiativini qoya bilən adam deyil. Bu 100% rəhbərin sözünü deyir, sahəyə gətirir və işçi gedir rəhbərin sözü ki, bəs mənim deyir xəbərim yoxdur. Bu qeyri-peşəkar və karyerasına yeni başlayan rəhbərlərdir. Məsələn, bu кейsi mənə deyən kimi dedim, o rəhbər rəhbər də özü həll eləyəcək, təzədir də. Rəhbər də özü bu məsələni sülhə bağlayacaqdır. Siz narahat olmayın, siz işdən çıxmayacaqsınız. Mənim köhnə həmkarlarım həmişə məndən işlə bağlı suallar verirlər. Elə кейs olaraq dedim, yaxşı bir nümunə oldu burada dedim. Bu ilkindir, təzədir və gənc rəhbərlər elə bilirlər ki, işi belə həll eləyəcəklər. Amma çünki təşkilatı strukturu, sistemi yoxdur. Sistemi olmuş olsaydı o rəhbərlər misal üçün. Şəxsən mən o rəhbərin yerində olsaydım, avtomatik bunu protokollaşdırardım. Yəni toplantı halına gətirərdim, toplantıda qərarlar verərdim. Biraz məsələni böyüdərdim. Digər əməkdaşları da cəlb eləyərdim və az öncə dediyim kimi o şəxsi, o ev məsələsi. Bütün sirləri açıb tökür ortaya. Bütün sirləri belə açıb tökürəm ortaya. Onları artıq digər işçilər də biraz da disiplinə toplanacaqdılar. Maaş davası eləyən işçilər həmən susacaqdılar və bu protokollaşacaqdır məsələ. Və bununla da
artıq ortama bir ciddiyyət gələcəkdir. Və bu ciddiyyət bir 30 gün, bir 40 gün, 2 aya qədər Görəcəyi. rəhbər öz görəcəyliyini saxlayacaqdır və yavaş-yavaş sistemini quracaqdır. Amma ikinci variant, əsas variantı deyim. Rəhbər belə elədi, işçilər rəhbəri çözdü, alt qrup rəhbəri çözdü. Və gələn dəfə alt qrup, yəni fəhlə heyəti rəhbəri elə oyun oynayacaq ki, rəhbər rəhbərliyində sual altında qalacaq. Ki bu da 2 ay sonra yenə də orada prosesdə özünü göstərəcəkdir. Əgər rəhbər sistemini dəyişməsə, 2 ay sonra mən artıq 2 ay sonra dedim. Dedim avqustda yenə də konflikt olacaq, o rəhbər artıq orada yerində qalmaya Belə bir ehtimalı var. sualım yaranır onda. Kollektiv dəyişir və yaxud kollektivə gedənlər olur, kollektivdən gələnlər olur, amma kollektivin toksikliyi azalmır. Azalmır çünki çox az rəhbər onu qoymur azalsın. Bir də bu bir. İkincisi baxın. Rəhbər istəmir azalmalı. Bəli, rəhbərə səhv eləmir Yəni, toksiklik. o bina ağlına gələndə elə bilirsən ki, Amma orada deyəndə də toksiklik var. deyirlər ki, məsəl üçün biz Qurban ailəyik. keçiləri olur. Biz deyirik ki, ailə deyirlər məsəl üçün. Deyəndə mən də inanmıram iş mühitində bir çox da bir ailəlik, amma indi yaxınçılıq ola bilər, amma yəni baxın, çox da iş mühiti bizim bir evimizdir. Mən həmişə deyirəm. Mən işimin 8-12 saatını işdə keçirirəm. Məsəl üçün deyirəm, hal-hazırda çalışdığım müəssisədə artıq 4 aydır fəaliyyət göstərirəm və heç rəhbər mənə demir ki, Səidə evə getmə, falan işi qur. Yəni mən özümdən danışım, yəni bir кейsi verirəm sizə ki, mən artıq özümdən danışmağa yəni utanmıram. Və belə bir şeydir. Əvvəllər məsəl üçün tapışdım, sağ ol, təşəkkür, bu kimi şeylər gözləyirdim və yaxud da ki, öz quracağım sistem haqqında rəhbərlərə və yaxud da komandaya məlumat verirdim və inanın ki, bu həmişə mənə geri dönüş gəlirdi. Şu anda yəni hal-hazırda heç kimə heç nə demirəm. Mən sadəcə işimdən zövq aldığım üçün sistemimi qururam. Artıq HR-ə aiddir, yəni sistemimi qururam və çalışıram ki, mənim qurduğum sistem digər strukturlara təsir eləməsin. Çünki niyə? Bunu mehriban mələk olduğum üçün eləmirəm. Xeyr, bunu özümü qorumaq və eyni zamanda şirkət rəhbərinin sistemi var deyə qoruyuram. Şirkət rəhbərinin sistemi olanda mən çalışıram ki, onun qərar strukturuna girməyim. Niyə? Çünki məsələn mənim xoşuma gəlməsə belə mən ondan balanslaşmağa çalışıram. Və yaxud da ki, onun qoyduğu qaydalar çərçivəsində soruşuram, addımlar atıram ki, çünki HR özü şirkətin içində bir şirkətdir, bunu unutmayın. HR-ın sistemi yoxdursa, orada rəhbər təkdir və konfliktlərini idarə eləmir. Mən bunu rəhbərlərə izah eləmişəm. Əvvəllər belə bir səhvlər eləmişəm və rəhbərlər həmin məndən qorxublar və qısa müddət sonra məndən uzaqlaşdırdılar. Elə bilirlər ki, onların yerinə keçəcəm və yaxud da onların nüansa toxunacaq. Bəli, hə. Amma öyle qorxu içində yaşayan rəhbərlər də var. Məsələn, öz müavindən qorxur, öz HR-dan açıq qorxur. etiraf edirəm. Bu da canlı yayın olsun, belə kameralarda. Mənim rəhbərim olub ki, mənə böyük məbləğdə pul verib ki, çıx və sən mənim yerimə real namizədsən. Rüşvət alıb işdən çıxmışam, belə etiraf edeyim yəni. Komanda daxilində də belə bir situasiyalar olur ki, tutaq ki 5 nəfər, 10 nəfər, 20 nəfər bir yerdə işləyirlər, hansı ki onların bir meneceri olur, o menecerdən üst deyək ki, şöbə müdirləri olur, HR olur, daha sonra rəhbərə gəlir. Yəni vəzifə bölgüsü belə. O komandada kimsə daha tez parlayırsa, artıq orada menecerdə qıcıq yarana bilirmi ki, o mənim yerimə tuta bilər? Məsəl suallar mobbing edə bilər. yaranmalıdır. Məsəl sualların cavabı burdadır və burada Sila öz inkişafında kimlərəsə parlayır və parladıqca da kimlərinsə gözünə çox işıq düşür deyə orada hansı addımları atmalıdır. Sila necə inkişaf eləməlidir? Bu kitabda yazılmışdır. Mən belə şifahi onu izah edeyim. Bəli, biz yenə də görürsüz, mən az öncə özümdən bir case verdim ki, mən rəhbərin strukturuna girməməyə çalışıram. Ki, onun idarə qərarlarına təsir eləməyim. Bunu özümü qorumaq üçün edirəm. Və biz əgər inkişaf ediriksə, nəzərə almalıyıq ki, biz insanlarla işləyirik. Mənim ən böyük karyerada səhvim, mən bunu etiraf eləmək istəyirəm. Mənim karyerada ən böyük səhvim, mən heç vaxt kənardakiləri düşünmədim. Mən inkişaf gördüm, yaxşı gördüm, həvəs gördüm, oxudum. Misal üçün deyirəm, hə, xarici şirkətlərdə belə eləyir, tamam biz də belə yolunu tapdım, yöntəmini tapdım və 2 layihəyə yazdım. Amma mən o layihələrin istənilən effektini istədiyim qədər ala bilmədim. Niyə? Çünki mən başqalarının məcbur eləyə bilmərəm ki, siz də bunu işləyin. Demək ki, mən indi hal-hazırda yazacağım layihə harmoniya sistemidir. Mən insanları maraqlandırmalıyam. Ki, gəlin bunu eləyək. Onlar sizə gəlməlidir. Bəli, onlar gəlməkdən də başqa. Mən burada süni problemlər yaratmalıyam və yaxud da süni problemləri şişirtməliyəm və yaxud da rəhbər ağıllı olmalıdır ki, mənlə burada birləşsin, süni problemləri şişirsin və insanlara göstərsin ki, baxın, bu süni problem var və bu da bizim çıxış yolumuzdur. Gəlin, bu çıxış yoluna gəlin və insanlar bunu istəyərək gəlir. Heç kimi siz, necə deyim, işlədə bilməzsiniz və ya da heç kim sizin kimi ürəkdən işləyə bilməz. Mən ürəkdən işkolikam deyək, ürəkdən işləyirəm, amma mən bütün komandanın 20 nəfər, 30 nəfər ürəkdən işləyə bilmərəm. Amma işkolik də bir şey deyil, bir şey deyil yəni. Amma mən beləyəm və belə olmağımdan zövq alıram. Bəzən ümumiyyətlə ətrafımızda olan insanları görürəm və niyə deyim, işləmək gözəl şeydir. Həqiqətən insan sevdiyi işi görsə
bu həqiqətən tamam başqa bir harmoniya yaşayırsan. İstirahətdir. İstirahət etsin daha da işə, nə qədər ağır olsa. Amma bəzən işkoliklik eləmək və yaxud da ki, bilirsən ki, yəni sənə siz demişdiniz bu vəzifədən artıq verəcəklər. Nə kimsə gəlibsə sağ ol deyəcək. Nə də heç kim gəlibsə bir sizinlə nişanlı medal verməyəcək ki, alqışlamayacaq. Sən qoyulan planı məsəl üçün 5-dirsə, sən bunu 25 eləyirsən və bilirsən ki, nə olmayacaq da. Onda bunu bu qədər artıq etməyin nəyə? Digər iş yoldaşlarının yanında qıcıq oyadırsan. Bəli. Şəxsən şu anda mənim durumum odur. Yəni etiraf edeyim, bəli, mən çox işkolik biriyəm, özümdən asılı deyil. Amma əvvəllər mənfi tərəfim oldu ki, müəssisə rəhbərlərindən nəsə gözləyirdim. İndi heç nə gözləmirəm və siz tez-tez deyinmələr falan başlayır insan gözləyəndə. Ki, niyə belə işsən Səidə xanım məsələn? Yox, özümə göstərdim. Axı sağ ol deyən yoxdur. Şu an sağ ol gözləmirəm. İşləyirəm çünki bilirsiniz az öncə siz dediniz insan sevdiyi işi görəndə zövq alır. Mən istirahət edirəm. Məsələn mənə deyirlər ki, yorulmursan bu qədər işləyirsən. Deyirəm ki, yox, zövq alıram. Çünki beynimdə harmoniya sisteminin tamamlanması var yəni. Mənim meyvəm var və mən kitab yazacağam. Baxın, biz işkolik biriləri isə o enerjimizi mən bunu sonradan öyrəndim. Yəni mistik, yəni daha doğrusu şaman kitablarını oxuyanda orada enerjilər falan necə dəngələmək lazımdır. O kitabları oxuyandan sonra başa düşdüm. Yəni bu enerjini biz sırf da aparıb müəssisənin içinə qoymaq məcburiyyətində deyilik. Yəni işkolik var, mənim kimi, sizin kimi işi çox sevən insansınız. Çox gözəl. Kənar fəaliyyət çıxardın, kitab yazdım, kənar fəaliyyət çıxardın, təlimlərə meyləndim, təlim dedim. Yəni bu kimi aktivliklərinizi genişləndirə bilərsiniz. Niyə də bir şirkətin üstünə düşüb, yəni o səhvləri mən çox eləmişəm. Komandanı da bezdirirsiniz. İşlər gücdə ilə o işdir, həmin o şirkətin işidir. Bütün işi. Yəni ondan sonra çölə çıxanlar hamıdan da məcbur eləyirlər. Bəli və işdən çıxırlar, toksikliklə yaranır və xanımın dediyinə mən razılaşıram. Bəzən həqiqətən rəhbər nə qədər desə də ki, toksik mühit olmasın, amma özləri qəsdən o mühitin var olmağını istəyirlər. Biz rəhbərlər sirrini çözdük burada. Belə bir case deyək, tutaq ki, mən burada daha çox iş görürəm, task görürəm. Bilirəm ki, məsələn, Nihadın da öz işi var. Nihad öz işini görəndə daha asta görür, daha gec görür, uzaq deyirəm. Və yaxud da ki, Nihad öz işini tez bitirsə, başqa bir işi də görmə ehtimalı var. Mənim də işim çoxdur. Onu yavaş-yavaş gör. Məndə artıq qıcıq yaranır ki, sən niyə bütün günü telefondasan, niyə şəxsi problemi daşıyırsan, fokuslan, işini gör. Bəlkə elə mənim işimə kömək edirsən. Amma rəhbər kənardan baxmır. Rəhbər məsələn bəzən olur ki, Nihad zəif işləyirsə, Nihada iş vermir. Elə o öz işini görsün, qutarsın. Elə Günel çox işləyirsə, Günelin işini Günelin yüklənən məsələsi. O necə olur? Bilirsiniz necədir? Günelin yüklənən yoxdur. Biz bunu növbəti verilişlərimizdə izah eləyərik. Günel özü-özünə evrəndən iş çəkir. Yəni bu evrensel bir şeydir. Evrəndən iş çəkir, öz-özünü yükləyir və istəyir ki, hamı onun kimi yüklənsin. Baxın, hamı yüklənərsə şirkət ayaqda qalmaz. Bəli, şirkətə Nihad bəy indi siz bizim tənbəl işçimiz siz oldunuz bu günləri nümunədə üzrünüzdən. Heç bir problem yoxdur. Burada artıq Nihad bəyin tənbəlliliyi olmalıdır. Yəni hər şey olacağına varacaq. Mən də sizin kimi düşünürdüm Günel xanım. İstəyirdim hər şey mükəmməl olsun. Gedirdim, bunu eləyin, davalar düşürdü. Hamını bezdirirdim. Və bir gün bu kitabı yaza dedim, vay da nə qədər səhv eləmişəm. Bunlar doğru deyil. Nihad bəy astagəl işləməlidirsə işləsin. Və Nihad bəyin astagəlliyi O tapşırıq vaxtı atmayacaq onda. Nihad bəy tapşırığı atmayanda, fırçasını yeyəndə sabah biraz sürətini artıracaqdır. Siz narahat olmayın. İş fırçasını yemədi. Nihad necəsi gəlib burdadır. Yox, baxın, yeyir. Narahat olmayın. Yəni ki, yedizdirirlər. Siz onu görmürsünüz. Sadəcə o yediyi fırçaya da rahat qəbul edir. Mən belə deyim, insanlar müxtəlif temperament tiplərinə aiddirlər. Biri flegmatikdir, biri melanxolikdir, biri sanguinikdir və yaxud da ki, bunları kənara qoyaq. Hərəmizin baxış bucağımız fərqlidir. Hamımız spiritual, o nədirsə ola bilmirik və yaxud yanaşmamız, baxış bucağımız eyni ola bilmir. Mənim düşüncə tərzim fərqlidir. Ola bilər ki, yaş fərqimiz də fərqlidir. Mən gözləntim odur ki, Nihad niyə tənbəl olur? Mən yenə o fikrin üstündəyim. Siz niyə insanları idarə etməyə çalışırsınız? Çünki onun yükünü mənim üstümə atır axı rəhbər ki, o işi çatdırmadı, sən də biraz qal ona kömək elə. Baxın, burada artıq siz sakinləşin. O səhvləri mən də eləmişəm zamanında siz. Sakinləşə bilmirəm. Sakinləşin. Çünki bəlkə də indi Səidə xanım yaşına üzrdən bilmirəm. Yəqin ki, Gül xanım böyüksüz deyə düşünürəm. 39 yaşım var. Maşallah. Yəni yəqin ki, siz də ya mən ya sən Səidə xanımın qazandığı illəri təcrübələ qazansaq, biz də vaxtında Səidə xanım kimi olacağıq.
Yox, bu zamanla heç bir əlaqəsi yoxdur, inandırım sizi. Bu sadəcə başa düşməkdir və mən bunun Forever-da 3 ay təlimini verdim. Ziba xanımın komandasında çox maraqlı oldu. Özüm də zövq aldım, inanın o təlimlərdə. İstəsəz növbəti videolarda da onu edə bilərik. Baxın, Əlbəttə. siz sakinləşin. Siz görə biləcəyiniz qədər görün. Rəhbər sizə yükləyirsə, siz onunla danışın ki, mən bu qədər görə bilirəm. Bundan o üzəsini mən bacarmıram. Kaprizli işçi ola bilmərəm onda. Xeyr, sən sakindir. Sən misal üçün deyirəm, mən bir hal-hazırda çox böyük bir hesabatlılığım var. 2 il bundan bayram günləri belə işləmişəm və nə rəhbər soruşur, Səidə, nə oldu? Deyirəm, əlimdən gələni eləyirəm, doğrudan da əlimdən gələni eləyirəm və mən maksimum çalışacağam ki, eləyim. Bəzən əlimizdən gələni edirik, amma yenə də alınmır. Yəni alınmayan nöqtələr var. Alınmayanı biz alındıra bilmərik, çünki kənar enerjilər var, kənar komanda var. Rəhbər ora kənar bir üçüncü, bir dördüncü bir şəxsi götürməlidir. Amma sizin rəhbər ruhunuz olduğuna görə, xanım, siz rəhbərinizin də rəhbəri olduğunuza görə, rəhbərinizin də rəhbər də sizi yükləyir ki, siz biraz da basılasınız. Rəhbər o ruha görə sizi yükləyir. Siz o ruhu biraz sakinləşdirin, sakin yola verin. Görün hadisələr necə dəyişəcək. Rəhbər adının üstünə düşəcək, onu tez-tez fırçalayacaq. Amma rəhbər görür ki, siz çox dinamiksiniz və sizin rəhbər enerjiniz var ki, mənim çox bilmiş rəhbərlərim belə edirlər. Mən bunu sonra bu kitabı yazanda başa düşdüm. Və görürlər ki, sizin rəhbərlik ruhunuz var. O zaman rəhbər sizi yükləyir. Ki sizin o rəhbərlik ruhunuzu balanslaşdırsın. Yoxsa ki, siz darıxacaqsınız, onu yerinə göz tikəcəksiniz və sizin mütəmadi siz də çox yüklənəndə çox səhvlər eləyəcəksiniz, çox emosional və sizin çox səhvlər eləyəndə sizə başlayacaq emosional, çox möhkəm danışırsan, çox emosionalsan. Bu kimi şeylər, və qəsdən sizə elə onun nihatın elə yumşaqlığı ona sərf edir əslində. Və sizin üstünüzə düşəcək. Siz çox aqressivsiniz, çox aqressiv. Sizə cavab verə bilmir, sizin səviyyənizə gəlib çata bilmir, amma sizə deyir, siz çox aqressivsiniz, çox möhkəm danışırsınız və yaxud da sizin haqqınızda belə dedilər. Siz oturun, düşünün, görəcəksiniz ki, sizin rəhbərlər sizə bu sözləri deyirlər. Mən onların hamısını yaşamışam və yaşayıram. Yaşayanda artıq belə dodağımın altında görürəm, deyirəm, tamam. Artıq başqa addımlar görürəm. Bəs Səidə xanım, məsəl üçün bir şirkət daxilində kimsə vəzifəsi artmalıdır, yoxdur şöbə dəyişməlidir. Məsəl üçün, tutaq ki, sizin çalışdığınız şirkətin bir baş rəhbəri var, ondan da aşağıda balaca bir rəhbərlər var. Başqa bir rəhbər digər rəhbərin işçisini istəyir, daha yuxarı bir vəzifə. Amma və lakin həmin o rəhbər götürən yox, o işçisini istəyirlər. O istəmir ki, işçisi getsin. Bəli, istəmir. Məsələn, Günel xanım məni istəyir, amma mən də sizin işçisiyəm. Siz də məni qoymursunuz getməyə. Baxın, səbəb nə ola bilər? Amma bir insanın qabağını kəsmək kimi. Bəli, o bilirsiniz necədir? Burada artıq şəxsi maraqlarını qurur. Bu bir, iki nüans var. Burada siz mənim işimi bilirsiniz, aparırsınız, siz getsəz, mən qalıram. Ki, məsəl üçün, mən amma nihat olmadan da o işlər həmişə gedib bu günə kimi. Nihat olmadan da gedibsə, artıq rəhbər burada punktual yanaşmalıdır və onun yerinə baş gedilməlidir ki, nihat, təslim elə, işi kimə söylə, Allah yolunu açıq eləsin. Amma göndərmirlər. Amma bir də ki, bilirsiniz necə, bəzi insanlar başqalarının, hətta alt qruplarının inkişaf eləməyini sevmirlər. Sizi inandırım ki, belə deyim, mən bir şirkətdə mütəxəssis işlədim, getdim başqa bir menecerdə, başqa bir məsələdə menecer işlədim. Mənim öncəki rəhbərimin xoşuna gəlmirdi ki, mən başqa bir məsələdə menecer işləyirəm. Yəni səbəb bunun nə ola bilər? Yəni bilirsiniz, burada artıq şəxsi ego deyil. Biz çox gözəl yerdə başladıq. Konfliktlərin təbiətdə göstərsə heyvanların dalaşmağıdır. İnsanlar biz də plus da yeyici, siz də dediniz. Biz yeməkdir, yeyicidir, yeyici gücümüz var, bu enerjimiz var. Yeyici güc də nədir? Qara enerjidir. Və İstəmir ki, kimsə ondan üstün olsun. Çünki siz gedib başqa bir yerdə rəhbər olanda o dünənə kimi sizi kiçik görmüşdü axı. Evet. Sizin bütün savadlarınızı, səriştələrinizi, biliklərinizi hamısını kiçimsəmişdi. Siz kiçik olduğunuz yerdə başqa bir yerdə böyüyürsünüzsə, bu bunun artıq özəl, şəxsi dəyərlərinin öz gözündə küçümsəməsi deməkdir. Yəni evren ona belə deyə, özünü güzgülüyür. Təbii ki var. Yəni bilirsiniz necədir? Mən bu kitabı yazandan sonra
qısqanırdım. Tam səmimi deyirəm də. Yəni bu hamının içində var. İstəmirdim bunu satışa buraxım. İstəmirdim bu oyunları kimsə bilsin. Amma bir iş yerində yaşadığım konfliktdən sonra tam 20 gün sonra bu kitabı çıxartdım. Yəni son pulumu verdim, bu kitabı çıxartdım. O dərəcədə də, yəni ki, dedim xeyr, bu paylaşılmalıdır. Bu artıq insanlara verilməlidir və mən onda anladım ki, mən özüm də bir vəhşilik eləyirəm. Yəni mən də bilgimin vəhşisiyəm, yəni və onun kimlərəsə ötürülməsini istəmirəm. Onu paylaşa bilmirəm, ona qısqanıram. Amma bu kitabı yazandan sonra bu kitabla əlaqəli mövzular, təlimlər verəndən sonra oradakı insanlar menecer vəzifəsinə qalxandan sonra mən nə qədər rahatladım. Artıq yəni vermək lazımdır. Bilgini vermək lazımdır. Pul varsa pulu vermək lazımdır. Yəni vermək lazımdır ki, bizim o içimizdəki yığılan bilgi, informasiya, enerji daşıb da bizim özümüzə geri dönməsin, kənara versin. O rəhbər sizi verməlidir və rahatlıqla verməlidir. Mən düşünürəm ki, konflikt yaranır əgər oyaq və refleks yaratmaq üçün, qıcıqlandırmaq üçün, rəqabətlik yaratmaq üçün yaranan peşəkar konfliktlər okey, hardasa başa düşüləndir və peşəkar bir strateji addım saymaq olar. Amma konflikt davamlı yaranırsa və onun həll yolu yaranmırsa, o mühit avtomatik bayaq dediyimiz kimi gələnlər, gedənlər də olsa toksik olur. Belə olduğu təqdirdə mən düşünürəm ki, rəhbər orada işçinin iş yükünü artırım ki və yaxud falan taskı da əlavə verim ki, onun başı qarışsın, konfliktə yol qalmasın. Onda o işçi o problemin üstünə bir dənə də problem sayır onu, çünki onun beyni təmizləməyib. İş yoldaşına da qıcıqdır, rəhbərinə də qıcıqdır. Elə deyir ki, bu iş hardan da çıxdı. Həm də denən ki, problemi olsun və yaxud da ki, Nihatla yaranan problemi olsun. O işin üstünə bu işi də görür. Məncə rəhbər orada kör-köranə öz işim bir dənə də hesabatım getsin adı ilə əməkdaşı yükləməkdənsə individual yaranıb, individual yanaşıb o problemi bəlkə həll eləsəydi, növbəti addım artıq tapşırıq olardı. Çox gözəl case verdiniz, çox bəyəndim. Gəlin sizə indi başqa bir tərəfdən götürüm. Mən rəhbərlərin burada tərəfini tutmuram əsla. HR-ların da tərəfini tutmuram. Amma sizə bir şey deyim ki, iş yeri rəhbər üçün oyun alanıdır. Onu işçi itirir, işi getmir axı. Ona maraqlı deyil, oynamağa gəlir. Bu gündən günə yoxdur, Nihat var, Nihat yoxdur, Nihat yoxdur, Səidə var, Səidə yoxdur. Eyni keyfiyyət işi ala bilirmi? Ya, keyfiyyət maraqlı deyil, baxın. Onda o iş rəhbər deyil, boss və... Olsun, işini görübdür o, onun sistemi gedir. Yəni, sadəcə şəxsə dəyişir. Biz burada işçi kimi baxırıq və ürəklə yanaşırıq. İnanın ki, rəhbərlərin heç biri işçilər qədər öz bizneslərinə ürəklə yanaşmır. Onlar üçün biznes pul oyunudur. Xeyr, onlar pul oynadırlar. Mən özümün konsalting şirkətini açmayana qədər sizin kimi düşünürdüm. Öz konsaltingimi açandan sonra mən ki rəhbərlərlə işlədim və mən deyəndə ki 400 manat niyə verirsiniz? Hansı ki həmən rəhbər 400 manat yanında çox adi bir şeyə verdi. Ondan da yazma. Amma rəhbərin deyək ki, hər hansı bir aşpaza 400 manat artıq vermək istəmir. Amma mən onda analiz elədim ki, bəli, mən dünənə kimi işçi kimi düşünürdüm. Mən konsalting rəhbəriyəmsə və rəhbərlərlə bir masanın arxasında otururamsa, mən artıq bir rəhbər kimi düşünməliyəm. Baxın, burada legal söhbəti var. Maaşdan az olma səbəblərindən biri bu çıxırdı. Onda biz rəhbərlər vermək istəmir. Çünki o insanların istədiyini versə rəhbərləri ki, yəni mən bu kitabı da alsalar topa tuta bilərlər. Çox çətin bir şeydir. Baxın, rəhbərlər insanlara istədiklərini versə, orada istədiyi enerjini ala bilməyəcək. Baxın, pul oyundur. Pul dövriyyəsi oyundur. Mən hətta rəhbər gördüm ki, özü qəsdən konflikt, həyəcan yaradırdı boş şeyin üstündə. Bir dəfə çıxana yaxın getdim, soruşdum ki, bunu niyə eləyirsiniz də? Dedi, belə eləməsəm. Və görürdüm ki, mən indi bir psixoloq kimi qıraqdan istəyirdim. Çox çətin problemi var. Hansı ki, heç mənə aidiyyatı yoxdur. Həmən işçilərə aidiyyatı yoxdur. O qışqırır, dava salır. Bu işlərə aidiyyatı olmayan problemləri həll olunur. Bu enerjinin dəyişikliyidir. O bəlkə də peşəkar saydığımız rəhbər. Peşəkar rəhbərlər həqiqətən əlim ağzımda qaldı. Yəni siz işçi kimi baxırsınız. Deyirsiniz ki, bu bunu itirməməlidir falan filan, məni itirməməlidir. Açığın deyim, HR sahəsində çox yaxşı. Yəni mənim rəhbərlərim də bilir məsəl üçün. Hər zaman da mənim öz rəhbərlərim mənə dedi ki, biz sən təzə gələndə biz bilirdik, departament bilirdi. Biz bilirdik ki, sən parlayacaqsan. İlk gündən bilirdi. Amma ki sizə bir şey deyim, mənim yaxşı işi sevməyim, yaxşı işləməyi çox mənə qazandırmadı. Həmişə mənə itki oldu. Nə vaxt ki tənbəlcəsinə işlədim, mən o yerlərdə qazandım. Amma sizi kimisə görməyi, sizi irəli aparmaq bir baxın, insanların maraqlarını qarşıladıqları qədər insanlar məni görür. Mən insanların maraqlarını qarşılamıramsa, mən şirkət rəhbərinin maraqlarını qarşılamıramsa, o həmən məni siləcəkdir. Nə qədər yaxşı işçi olsan. Fərqi yoxdur. Baxın, elə bir sistem qurmuşam ki rəhbərəm. O rəhbər, o sistemi bəlkə də mən çıxmışam, indi bəlkə də
anlamağa başlar. Amma o anlasaydı ki mən ona hansı sistemi qururam və onu hara aparıram. Əlinlə məni belə tutardı, deyərdi ki, səydə getmə də. Amma ki o onu təhlükə gördü. O maraqla bir yerə kimi O üçün. çünki zəka söhbəti var. Mən onun açıb beynini, informasiyanı doldura bilmərəm ki, mən səni hara aparıram. Bayaq Nihatdan danışırdıq ki, Nihatı məsələn mən istəyirəm ki, öz komandama götürüm. Rəhbər Nihada yaxşı şərait yaratmır, amma mənim komandama da ötürmür. Bəli, çünki onu şəxsiləşdirir. Az öncə dediyim kimi. Onda O çünki birdən Nihat gedərsə çoxdur. onun dəyərləri, öz dəyərləri aşağı düşəcək. Və Nihat gedib orada parlayanda bunu komanda zəif görəcək. Nihat oradan çıxıb getməlidir ki, bu da zəifləməsin. Bəzən yaxşı bir rəhbər konflikti yaradır ki, bir oyun olsun, insanlar ab-hava düşsün, həyəcanlansın. Bəli. İnsanlar belə şey olmasın da, kefsiz oturmasın, çox Bəli. rahatçılıq olur bəzən, anlayıram. O da Bəzən ola bilər ki, konfliktin dozu qaçır, bir uzanır, gedir, daha ciddi problemlərə gəlib O çıxır. yenə də deyirəm, mövzunun öncəsində dedim, struktur olmayan şirkətlərdə elə olur. Az öncə bir case verdim, dedim o şirkət rəhbəri səhv elədi. Burada yalan danışdı, alt qrupun işçiləri onu çözdü, çünki onun alt qrupda yalanı çözüldü. Və ona o yalan üzərinə oynayacaqlar. Bəli, o formada konfliktlər nəzərə alınmayacaq. Artıq konflikt daşacaq və şirkət rəhbərinin özünə, yəni rəhbərin özünə geri qayıdacaqdır o konflikt. Amma təşkilati struktur qurularsa, üzərinə KPI performans menecment sistemi qurularsa, bəli, burada konfliktləri biz idarə eləyəcəyik, lazım olanda qaldıracaq, lazım olanda dayandıracağıq. Tamam. Bəs yekun olaraq biz yaranan yox, konfliktlərin yaranmaması üçün hansı tədbirləri görməliyik? Konfliktlərin yaranmamasını biz Toksikləşən tərəfdarı olmamalıyıq. İstənilən halda ortamda konflikt olmalıdır. Çünki insanın içində ağ enerji də var, qara enerji də. Biz bunu hardasa balanslaşdırmalıyıq və iş yerinə gedirsə orada 18 saat vaxt keçirirsə bu balanslığı orada qorumalıyıq. Amma təşkilati struktur, ştat cədvəli, KPI performans menecment sistemi qurulmalıdır ki, biz toksik olmayan, rəhbər tərəfindən idarə oluna bilən, HR tərəfindən yönləndirilə bilən bir sistemə, konflikt ortamına və kollektivə nail olaq. Sonuncu sualımı verim mən. Sonuncu sualımı. Bəzən konfliktə düşmək istəyirlər insanlar bir-birinə, öz işi yoldaşı ilə. Qarşıdakı insan konfliktə getmir, sakit qalır. Mənim kimi, bəli. Hə, sakit. Bunun özü bu kompromisdir. Yoxsa yola verməkdir, yoxsa bunun özü elə bir həmin adama konfliktə girməkdir. Qıcıq yaradır ki, sən öz qıcıqlandır, mən gəldim. O ovçudur. Bəzən o insan sakit qalmağı ilə səninlə konfliktə girir. Bu qarşıdakı insan IQ-sü o qədər çatmır ki, başa düşsün ki, o səninlə konfliktdə, sən bunu görmüsən. Üçüncü variantdır o. Mənim gözəl albüm Çingiz Abdullayev üçüncü variant. O kitab oxumağınızı məsləhət edirəm. Bəli, orada üçüncü variantdır o. Mən elə edirəm. Mən görürəm qarşıdakı mənə konflikt qurur. Sakin dururam. Mən sirlərimi aça bilirəm rahat. Mənim kartlarım həmişə açıqdır. Sakit dururam. İstədiyini verirəm. Konflikti yaradan o özü düşür. Buna ovçular deyirlər. Yəni idarə etmədə bunlar ovçudular artıq. Siz onları konfliktə sala bilmirsiniz. Onlar sizi həllədir, konfliktə salır. Başqa bir pisliyim də olur, eləyirəm. Mən özümü qurban göstərirəm. Qurban verirəm. Yəni deyək ki, mafiya oyunda kamikadze olur, özünü çıxardı qurban verir. Qurban verir, amma sistem oyunda yoxam, amma sistemdə mənim idarə etməmdir və sistem mənim düşmənlərimin cavabını verir, belə deyim. Mənim konfliktə salanların 3-6 bir il ərzində, yəni bir il ərzində onları oradan çıxardır. Mən bu oyunu qurmuşam və düz bir ilin tamamında məni konfliktə salan adamların hamısı oradan çıxıb. Səhv başa düşdün. Səndə xam kimsə işdən çıxartmıyor. Torba quruyub. Sadəcə bu sistemdir. Bu bir oyundur. Kimsə yanır, kimsə qalib gəlir. Yəni bu oyundur, bəli. Bu oyundur. Yəni həyatın digər etapları kimi burada bir oyundur. Biz çox emosional davranmayaq. Konflikti, karyeradı idarə etmədik, bir oyundur. Oyundur. Bugünkü qonağımız Səidə xanım, çox sağ olun, gəldiniz. Narahat olmayın, bunun davamı mütləq şəkildə olacaq. Mən istədim Səidə xanımı konfliktə salım, gəlmədi. Gəlmədi. Çünki maşallah çox təcrübəli bir kadrla, HR-la, masa arxası. HR-lar bir HR-dan bəli, həqiqətən bir HR-lar, professional HR-lar bir başqa olur. Təşəkkür edirəm Səidə xanım gəldiniz. Mən sizdən bu yayımda bir söz alım ki, növbəti buraxılışımız olacaq. Olsun. Tamam. Kitablarınızda, gələcək işlərinizdə, karyeranızda bol uğurlar arzu edirəm. Rəhbərlərin sirlərini tökdüyünüz üçün sizə ayrıca Açlıq sandığı, toksik sandığı. Amma mən yenə də sizə konfliktdən uzaq olmağı arzu edirəm. Toksik konflikt. Xeyr, mən istənilən konfliktə açıq. Gəl konflikt. Olmalı. Siz maşallah. Maşallah. Sağ olun. Gələn görüşlərədək bir daha. Sağ olun.